ayında ilin son qruplarını demək olar ki, açacağıq. Ondan sonra qrup planlaşdırmamışam. Bunlardan biri tarix sertifikasiya qrupu olacaq Yeni Azərbaycan bölməsi üçün. Çünki çox adam saxlayır ki, proqramı bitirsin, belə deyək də, ondan sonra hansısa bir sınaq işləsin. Ya nə bilim, hər bir şey var da, ya daha az ödəniş eləmək üçün axıra saxlayırlar və s. Son qrup sertifikasiya üçün martda olacaq. Eyni zamanda martda abituriyentlər üçün də qrup açacağam. Eyni sınaqlar olmayacaq təbii ki, orada fərqli formatda olacaq. Dimoteka daha ağırlıqlı olacaq, amma eyni zamanda çox çətinləşdirilmiş testlərdən də istifadə edəcəyik bu müəllimlər üçün olan testlərdən. Başqa, testlərin mahiyyətinə gəldikdə mən nümunə sınaqlar paylaşmışam əslində. İşləyənlər işləyibdir, bilirlər necə olur. 60 sual formatındadır, 50-nin 10-adır. Yəni normalda miqdə 40-ın 20-yədir, bizdə 50-nin 10-a formatındadır. Mənim verdiyim tarix sınaqlarının içindəki kurikulum sualları nisbətən daha sadə suallardır. Çünki bizim orada işimiz kurikulumla bağlı deyil. Mənim ixtisasımda kurikulum deyil, tarixdir. Ona görə tarix suallarında xüsusi, yəni o səviyyəni gözləyirik, belə deyək də, sadə, orta, çətin suallar olur, amma kurikulumda hamısı nisbətən sadə suallardır.